Hər kəsə salam. Bugünkü mövzumuz kimyəvi tənişlər üzrə hesablamalar bölməsi olacaq. Bu bölmə ümumiyyətlə reaksiyaların əmsallaşdırılmasına və əmsallaşdırılmasına əsasən məsələ həllərinə əsaslanır. Gəlin başlayaq birinci sualdan. Deməli, birinci sualda bizdən bu tənlikdə oksigenin əmsalını müəyyən etməyimizi istəyir. Deməli, biz ilk növbədə onu yadımızda saxlamalıyıq ki, bizim ümumiyyətlə əmsalımız gərək tam ədəd olsun. Və reaksiyanın başlanğıc hissəsində olan element sayımız reaksiyanın məhsul hissəsində olan element sayı ilə eyni olmalıdır. Məsələn, mən alüminium 2O3-dən deməli görürəm ki, burada 2 dənə alüminium var, 3 dənə oksigenim var. Başlanğıcda da bunların sayını bərabərləşdirməliyəm. Deməli, 2 dənə alüminiumu təmin etmək olar, amma mən bura oksigenə 1,5 ata bilmərəm. Bu 1,5 olmaması üçün, yəni kəsr ədəd olmaması üçün mən əmsalları 2 dəfə artıra bilərəm. O zaman bu şəkildə olacaq 3, burada olacaq 4, indi isə 4 alüminium, 6 oksigen olması üçün isə bura 2 atmalıyam. Və bizdən nə istəyir? Oksigenin əmsalı. Deməli, onda bizim oksigenimizin əmsalı olacaq burada 3. Davam edirik növbəti sualla. Alüminium üstəgəlsin H-xlor reaksiyası veribdir. Daha doğrusu tənliyini veribdir. Alınır buradan alüminium xlor 3 üstəgəlsin H2. Bunu da yenə əmsallaşdırdığımız zaman bura 2 atmalıyıq. Burada həmçinin 2 atırıq. Burada 6 və hidrogeni isə 3 atırıq. Baxın, 2 dənə alüminium hər iki tərəfdə də 2-dir. Daha sonra xlorumuz 6-dır, hidrogenimiz də 6-dır. Bizdən nə istəyir? H-xlorun əmsalı, o da 6. Cavab B. Sonra üçüncü sual. Deməli, biz nə demişdik? Dedik ki, həmişə reaksiya daxil olan element sayı ilə məhsulun element sayı bərabər olmalıdır. İndi biz burada x, y-i necə tapaq? Baxın, bu tərəfdə biz aydın şəkildə görürük ki, 13 dənə, daha doğrusu 13 mol oksigenimiz, yəni 26 ədəd oksigen atomum var. Tamam. Elə eləməliyəm ki, oxdan sonra da 26 dənə oksigenim təmin olunsun. Burada mən nə görürəm? 8 mol karbon qazı görürəm və indeksində nə var? 2 var. 8 vur 2 bərabərdir 16. Deməli, mənim bu tərəfdə 16 dənə oksigenim var. Bəs mən necə eləyim ki, 26 olsun? Onda deməli, y-ə 10 yazsam, olacaq burada da 10 oksigen. 16 buradadır, 10 dənə də buradadır. Deməli, 26, 26. İndi sayım düz gəlir. Demək, y-in olmalıdır 10. Sonra baxıram x-imə. X nədir? Karbonun indeksidir. Və mən görürəm ki, burada 8 mol karbon qazım var. 8 mol karbon qazı, yəni 8 karbon atomum var. Onda başlanğıcda da x4 olsun ki, onu 2-yə vuranda 8 eləsin. Cavabımız B bəndi. İndi isə baxaq 4-cü suala. 4-cü sualda nə deyir? Bizdən x maddəsini tapmağımızı istəyir. Baxaq, mənim deməli nəyim var? Bu tərəfdə 10 dənə oksigen atomum var. İndi baxıram məhsula. Deməli, 4 dənə oksigen atomum buradadır, 6-sı da buradadır. Deməli, x maddəsi nədirsə, onun tərkibində oksigen olmamalıdır. Oksigen olanları çıxdım. Daha sonra isə, indi baxıram hidrogen sayıma. Görürəm ki, hidrogen sayım burada 6 vurulsun 2, yəni 12 ədəd hidrogen atomu lazımdır. Və x maddəsinin əmsalı isə 4-dür. Onda deməli, mənim maddəmdə 3 ədəd hidrogen olmalıdır. 3 ədəd hidrogen olanda məndə bir dənə D variantıdır. Azota da baxsaq, 4 dənə NO-da azot var. Onda deməli, x-in də tərkibində bir dənə azot olsun ki, o da bizə 4 dənə azot atomunu versin. Daha sonra 5-ci sualda yenə eyni tipdə olacaq. Və 5-ci sualda da yenə də cavab B bəndi NH100 olacaq. Sonra davam edirik 6 ilə. 6 da yenə eyni tipdədir. Bizə deyir ki, 4 dənə H2O var, 4 dənə də CO2 alınıbdır. Deməli, mənim X maddəmdə karbon sayım 4-dür, hidrogen sayımı isə görək neçədir? 4H2O. Yəni 8 dənə mənim hidrogenim olmalıdır.
Aha, oksigen sayına baxaq indi, düz gəlirmi? 4 vurulsun 2, 8, burada da 4, 12. Bu tərəfdə də 12. Deməli, mənim maddəmdə oksigen yoxdur. Cavabım olacaq C4, H8. Sonra baxırıq 7-yə. Deyir ki, kalsium kükürdlə 5 bölünsün 4 kütlə nisbətində birləşir. Aha. Bu adi, deməli, nisbət sualıdır. Yenə də riyazi biliklərimizdən istifadə edəcəyik. Deməli, mənə deyir ki, 16 qram kükürt. Aha, 16 qram kükürt neçə qram kalsiumla reaksiyaya daxil olar? Və mənə də özü deyir ki, kalsiumla kükürt və yaxud da kükürtlə kalsium 4 bölünsün 5 nisbətində reaksiyaya girir. Əgər ki, 4 nisbətinə 16 uyğundursa, 5 nisbətinə də 20 uyğun olacaq. Sonra 8-də də yenə də eyni tipdədir. 80 qram kalsiuma nə qədər kükürt lazımdır deyir. Deməli, 5 bölünsün 4 nisbətidir. Bura 80 uyğundursa, tənasüblə də eləmək olar. Yəni, 5-ə 80 uyğundursa, 4-də də x uyğundur. Bu şəkildə də eləmək olar. Və buradan da biz cavabı alacağıq 32. Üzr istəyirəm, 32 yox, 64. 64 alacaq. Sonra baxırıq 9-a. Deməli, 9-da da yenə x, y veribdir və onları tapmamızı istəyir. Hə, bir də z də var. Aha, yenə də baxaq. Deməli, ən aydın şəkildə gördüyüm oksigendir. 22 oksigen atomum var. Onlardan 16-sı buradadır. Aha, 22-dən 16 çıxanda eləyir 6. Demək, z-im nə olmalıdır? 2 mol olmalıdır ki, burada da 6 dənə oksigen atomum olsun. Demək, z-im 2-dir. Davam edirəm. İndi mənim görürəm ki, burada 4 dənə dəmir elementim oldu. Onda x-im neçədir? X-im 1 olmalıdır. Aha, x-i tapdım 1. Sonra isə mənə qalır bir dənə kükürdü tapmaq. Demək, 8 dənə kükürt buradadır. Onda burada nə olmalıdır? Y. 2 olmalıdır ki, digər tərəfdə də 8 alınsın. Sonra gəldik 10. Burada da baxırıq ki, mənim burada 30 dənə oksigen atomum var və 10 dənəsi buradadırsa, mənə nə qədər lazımdır? 20-si lazımdır. Demək, z-im nə olacaq? 10 olacaq. Aha. Sonra, deməli, mənim burada görürəm ki, 4 dənə fosfor atomum var. Onda x-im də nə olmalıdır? 2 olmalıdır. Aha, bir də yerdə qalır mənim nəyim? Y-im. Hə, y-də nətər tapaq? Z-də 10 bilirəm. Burada da görürəm ki, 2-dir. 2 oldu. Onda y-im neçə olsun ki, 10 eləsin? 5 olsa 10 eləyəcək. Cavab A bəndi. Sonra gəldik 11-ə. 11-də isə 8 qram oksigen və 4 qram hidrogen qarşılıqlı təsirindən alınan su istəyir. Hə, bu tip suallara uşaqlar deyirlər artığa görə məsələ həlli. Demək, əvvəlcə reaksiyanın tənliyini yazıram. 2H2 üstə gəlinsin O2. Alınır buradan 2H2O. Deməli, tənasüb qururam. Baxın, əvvəlcə yoxlamalıyam ki, burada artıq qalan kimdir, hansı tam sərf olunur, bunu tapmalıyam. Əvvəlcə 8 qram oksigenə nə qədər vacibdir, nə qədər lazımdır hidrogen, onu tapıram. 8-in altına yazıram nəyi? Oksigenin emirini 32 bərabərdir x, aşağısına yazıram hidrogenin, deməli 2 vurulsun emirini, 2-ni. Və bunu həll edib tapacağam ki, x bərabərdir. Burada 1 olmalıdır. Demək, mənim reaksiya üçün 1 qram hidrogenim kifayətdir. Ondan artığı lazım deyil. Hə, demək, bu da nə nəticəyə gəlir? O nəticəyə gəlir ki, burada artıq qalanım hidrogen olacaq. H2 artıqdır. Aha, artıq olanı tapdım. İndi mən tam sərf olunanla məsələni həll eləməliyəm. Tam sərf olunanım da burada oksigendir. Oksigenə istinad edərək mən tapmalıyam ki, suyum neçə qram alınıb. 8-in altına yazdım. 32 bərabərdir x. Aşağısını da yazıram. Deməli, 2 vurulsun 18. Və bunu da həll edəndə alacağım ki, x-in buradan 9 qrama bərabərdir. Yəni, mənim 9 qram H2-om alınacaq və 3 qram hidrogenim də elə artıq qalacaq. Vəssalam. Davam edirik. 12-ci sualda isə deyir ki, 16 qram kükürt tam yananda neçə qram SO2 alınır? Əvvəlcə reaksiyanı yazıram. S üstə gəlinsin O2 alınır buradan SO2. İndi mənə nə qədər verib? 16 qram kükürt veribdir. Aha,
Neynirik? Həmişə verilən maddə qramlarla verilibsə, onun altına yazıram mən onun ayerini və ya emirini. Deməli 32 bərabərdir. Mən nəyi axtarıram? Neçə qram? Baxın qramla soruşur. SO2. Bilmirəm. X aşağısına da yazıram. SO2-nin emirini. SO2-nin emiri də 32 üstə gəlinsin 2 vurulsun 16 olacaq. Və bunu da həll etdiyim zaman alacağım ki, cavabım 32 edəcək. Sonra davam edirik. Onun üstə deyir ki, 36 qram su almaq istəyirik. Neçə qram hidrogen lazımdır? Deməli, qramı yazıram, aşağısına yazıram onun mol vurulsun emirini bərabərdir. Tapmaq istədiyim maddənin qramını bilmirəm, yazdım X, aşağısına da yazdım onun mol vurulsun emirini. İndi burada da ixtisarlarımı aparanda tapacağım ki, cavab eləyir buradan 4. Sonra gəldik 14-ə. Deməli, baxın, filiz sualları necədir? Filizin konkret bir formulu yoxdur. Filiz ümumiyyətlə təbii mineraldır, təbii bir birləşmədir. Onun tərkibində müxtəlif süxurlar ola bilər, müxtəlif qayalar, daşlar, parçalar ola bilər. Amma bizə deyir ki, bu filizin müəyyən hissəsində kükürt var. Amma biz bilmirik nə qədər kükürt var. Deyir ki, bu filizi yandıranda 12,8 qram SO2 alınıbdır. Filizin içində nə qədərsə kükürt olub, götürüb onu yandırıblar. Almışıq buradan SO2. 12,8 qram bizə veribdir bunun kütləsini. Gəlin tapaq görə elə birinci burada nə qədər kükürt sərf olunubdur. Yazıram 12,8 aşağısına nə yazacağam? Emir. Deməli nə? 64. Bərabərdir X, aşağısını da yazdım. Deməli, kükürdümün ayerini 32. Və bunu da həll edib tapıram cavabı 6,4. Deməli, mənim 6,4 qram kükürdüm var imiş. Və bu 6,4-üm demək məndə nədir? Kükürdün miqdarıdır, amma filizin tərkibində onun faizini soruşur məndən. Nə etməliyəm? 16 qram mənim 100%-imdir. Bəs yaxşı 6,4-üm nə qədərdir? X faiz. Tənasüb yolu ilə bunu tapacağam və cavab da alacağam ki, 40% burada sən demə kükürt var imiş. Baxırıq 15-ə. Maraqlı sualdır. Bu tip suallar tez-tez qəbul imtahanında qarşımıza çıxır. Nə deyir? Kalsium xlorid kristal hidratı. Yazdım kalsium xlor 2. Kristal hidratın ümumi formulunu mənə verməyib. Ona görə yazıram ki, NH2O. Bilmədiyim üçün N yazdım. Deyir ki, bunu çözərdəndir. Kristal hidratları ümumiyyətlə çözərdəndə buradan su ayrılır. Alıram buradan kalsium xlor 2, üstə gəlinsin N molekul su. Deyir, nə olur? Kütləsi 21,6 qram azalır. Yəni azalan nədir? Sudur. Yəni kalsium xlor 2-nin içində əvvəlcə su var idi, amma qızdırdığım üçün su çıxdı, getdi. Yəni tərkibindən çıxdı. Demək mənim suyumun kütləsi 21,6-dır. Sonra kristal hidratımın kütləsi isə 43,8-dir. Mənə bunu veribdir. Gəlin bunu qısa yolla həll etməyə çalışaq. Baxın, biz kütlənin saxlanması qanununu bilirik. Bu qanuna görə deməli, reaksiya daxil olan maddələrin kütləsi reaksiya nəticəsində alınan maddələrin kütləsinə bərabərdir. 43,8 nəyə bərabər olmalıdır? Kalsium xlor 2 bilmirəm, X yazdım və 21,6-nın cəminə bərabər olmalıdır. Nə edə bilərəm? 43,8-dən 21,6-nı rahatlıqla çıxaram və alaram ki, cavabı 22,2. Demək, mənim 22,2 qram kalsium xlor 2-im var. Mən indi formulu axtarıram. Tapım gör mənə formulum nədir? Demək, 22,2 aşağısına yazdım 111. Bərabərdir. Mən formulu axtarıram. Bilmirəm. Bunun kütləsini bilirəm ki, kristal hidratın kütləsi 43,8-dir. Və yaxud da ki, heç bununla getmirəm. Elə 21,6 ilə gedək, rahat olsun bizə. 21,6 aşağısında da nə yazacağım? 18N. Niyə? Çünki əmsalında N var. Bunu da həll edəcəm və tənasübümü həll edib N-in qiymətini 6 tapacağım. Yəni cavabım B bəndə olacaq. Sonra gəldik 16-ya. Baxın, burada artıqlaması ilə sözü götürülübdür. Uşaqları bu çox vaxt çaşdırır, amma çaşmağa gərək yoxdur. Yəni sizə deyir ki, çoxlu miqdarda kükürdünüz var. Yəni
sizə dəqiq bir şey demir. Amma yəni reaksiyavız kalsiuma uyğun gedəcək. Yəni o su sizi çaşdırmasın, heç narahatlıq yaratmasın. Deməli, deyir ki, kalsiumla kükürdün reaksiyasından deyir, nə qədər kalsium sulfid alınır. Aha, 8 qram kalsiumum var. Aşağısına nə yazdım? 40. Bərabərdir. Kalsium sulfidi bilmirəm. Aşağısına da yazdım 72. Və bunu da həll edib cavabı alacağım ki, 14,4 eləyəcək. Sonra 17 də yenə artığa görə məsələ həllidir. Deməli, alüminiumum var və oksigenim var. Deyir ki, bunlar reaksiyaya girsin, alüminium 2O3 əmələ gəlsin. Əvvəlcə reaksiyanı nə edirəm? Əmsallaşdırıram. Əmsallaşdırdım. İndi deyir ki, 204 qram oksid alınıbdır. Aha, 204 qram oksid alınsın. Yaxşı. Və nə deyir? Deyir, eyni kütləli. Hə, gəlin baxaq, görək elə. Bu reaksiya nə qədər deməli oksigen və nə qədər alüminium sərf olunub. Deməli 4 vurulsun 27 bərabərdir 108. Reaksiya normalda bu qədər alüminium sərf olunur. 2 alüminium 2 o deməkdir ki 204 qram yəni. Hə, deməli mənim 204 qram alüminium 2 üçün alınması üçün mənə lazımdır 108 qram alüminium və 3 vurulsun 32. 96 qramda oksigenim mənə kifayətdir ki 204 qram alüminium ki o üçün alınsın. Amma bu mənə nə deyir? Deyir, eyni kütlədə götür. Aha, mənim 108-im var əlimdə, belə 96-ım var. Mən necə edeyim bunlar eyni kütlədə olsun? Demək, ikisindən də 108 götürməliyim. İkisindən də 108 götürsəm, bunun alüminiumun hamısı reaksiya sərf olunacaq, oksigenin isə 96 qramı sərf olunacaq. Yerdə də qalacaq 12 qramım. Deməli, 12 qram oksigenim mənim artıq qalır. 96-sı reaksiya sərf olunur və beləliklə də 204 qram oksid almış oluram. Sonra 18. 18 də yenə eyni tipdədir. Baxaq. Kalsium və oksigenin reaksiyasını aparıram. Alıram kalsium O. Bura yazdım 2, burada yazdım 2. 112 qram deyir, kalsium oksid əmələ gəlibdir. Aha, kalsium oksid, baxaq görək elə, bunun kütləsi nə qədərdir? Deməli, kalsium 40-dır, oksigenim də 16-dır. Elədi 56, 2-yə də vurduq 112. Hə, deməli, mənim 112 qram kalsium oksidim əmələ gəlsin deyə, mən nə qədər kalsium sərf eləməliyəm? 2 vurulsun 40 bərabərdir 80 qram və 32 qram da oksigen lazımdır mənə. Və deyir ki, yenə neynə? Eyni kütləli götür. Eyni kütləli də o deməkdir ki, ikisindən də 80 qram götür. 80 bundan, 80 bundan. Deməli, kalsium 80 qramın hamısı sərf olundu. Oksigenin isə, deməli, 80-dən 32 reaksiya sərf olundu. 48 qramı da artıq qaldı. Cavab A bəndi. Sonra 19 da hardasa eyni tipdədir. Yenə də sink və kükürt qarışığı istəyir. Sink S almalıyam buradan. Deməli 15 qram mənim kükürt, daha doğrusu sinkim, 6,4 qram kükürdüm var. Gəlin görək elə hansı maddə artıqdır. 6,4 aşağısına yazdım 32 bərabərdir. Birinci axtarıram ki, mənə nə qədər sink lazımdır. X aşağısına da yazdım 65. Və tənasübdən tapacağım ki, mənə 13 qram, deməli sink lazımdır. Amma mənim nə qədər varımdır? 15 qram varımdır. Demək nə olacaq? Buradan mənim 2 qram sinkim artıq qalacaq. Aha. 2 qram sink artıq qalar. Cavabı da B bəndində var. Baxaq 20-ci suala. 20-ci sualda yenə eyni tipdədir. Kalsium üstəgəl S, alıram kalsium S. Deməli, 4 qram kalsiumum var, 4 qram kükürdüm var. Aha, nə edirəm? Əvvəlcə axtarıram ki, kükürdə nə qədər kalsium lazımdır. 4-ün aşağısına yazdım 32 bərabərdir X. Aşağısına da yazıram nəyi? 40. Aha, və buradan tənasüb yolu ilə tapacağım ki, mənə 5 qram kalsium lazımdır. Aha, indi görürük ki, mənim nə qədər varımdır? 4 qram kalsiumum var. Demək, mənim artıq qalan maddəm kalsium deyilmiş. Artıq qalan maddəm kükürdüymüş. Onda gəlin tapaq görək elə, bəs 4 qram kalsiuma nə qədər kükürt lazımdır? Deməli, 4 aşağısına yazdım 40. Bərabərdir X, aşağısına yazdım 32. Y eləyək, çaşmayaq. Alıram buradan 3,2 qram.
Deməli, mənim 4 qram kalsiumum üçün 3,2 qram kükürdüm lazımdır. Aha, mənim nə qədər varımdır? 4 qram varımdır. Deməli, 4 çıxılsın 3,2. Demək, 0,8 qram kükürdüm. Artıq qalacaq cavab B bəndi. Sonra 21. Deməli, 21-də də mis kuprum. Üstə gəlinsin S. Alınır buradan kuprum S. Deməli, 12,8 qram kuprum var, 8 qram da kükürdüm var. Gəlin yenə axtaraq görərik kükürdə nə qədər mis lazımdır. 8 aşağısında 32 bərabərdir. X aşağısında da yazdım 64. Və buradan da x-i tapıram ki, x bərabərdir 16. Hə, demək kükürdüm artıq qalıbdır. Deməli, gəlin indi mis üçün tapam. 12,8 aşağısına yazdım 64. Bərabərdir x ya da y, aşağısını da yazdım 32. Aha, bunu da tapanda tapıram ki 6,4 qram mənə kükürt lazımdır. Amma mənim nə qədər varımdır? 8 qramım var. Deməli 8-in 6,4-ü reaksiya sərf olunur. 1,6-sı da artıq qalacaq. Cavabım olacaq A bəndi. Mən tənasüb yolu ilə istəsəm alınan kuprum S-i də tapa bilərəm. Yəni özünüzdə bunu yoxlaya bilərsiniz. Artıq tənasüb hissəsini düşünürəm ki, özünüz həll edə bilərsiniz. Sonra gəldik 22-yə. Deməli, deyir ki, 8,8 qram buradan karbon qazı almışam. Aha, aşağısını həmişə kimi nə yazıram? Emir yazıram. Bərabərdir. Mənə üzvü maddənin, deməli, kütləsini veribdir. Amma mən burada nəyi tapa bilərəm? Emirini tapa bilərəm. Emir. Aha, ixtisarlarımı apardım. Emiri tapdım ki, 20. Emir bərabərdir 20. İndi mən bilirəm ki, birləşmədə, deməli, karbonun kütləpayını necə tapıram? Deməli, 12-ni, çünki niyə ayrı 12-dir? Bölürəm. 20-yə vururam 100-ə. Alacam buradan cavabı 60%. Sonra, deməli, 23-də yenə artığa görə məsələ həllidir. Kalsium üstə gəl kükürt, alıram buradan kalsium S. 5 qram bundandır, 5 qram bundandır. Gəlin birinci də kalsium üçün yoxlayaq. 5 qram kalsiuma nə qədər kükürt lazımdır? X aşağısına da yazdım 32. Aha, buradan alacağım ki, x bərabərdir 4. Demək, mənə 5 qram kalsium üçün 4 qram kükürt kifayətdir. Demək, mənim 1 qram kükürdüm artıq qalır. Cavabım olacaq A bəndi. Sonra gəldik 24. Deyir ki, 1,4 qram 2 valentli metal oksidi. Aha, formulunu bilmədiyim üçün yazıram MO. Su ilə reaksiya daxil olur. Aha, olsun. Alacağım buradan MOH2. Aha, 1,4 qram deməli, metal oksidinin kütləsidir. 1,85 qram isə alınan əsasın kütləsidir. 1,4 aşağısını yazdım. M-ni x deyək. X üstə gəlinsin 16. Bərabərdir. 1,85 bölünsün. X üstə gəlinsin. 2 vurulsun. OH-da 17-dir. Aha, indi mən bu tənasübü həll eləməliyəm və oradan x-i tapmalıyım. Gəlin həll eləyək. Deməli, 1,4 x üstə gəlinsin. Deməli, eləyəcək bu 47,6 bərabərdir. 1,85 x üstə gəlinsin. 29,6 eləyəcək. Sonra, deməli, x-ləri bir tərəfə, ədədləri bir tərəfə keçirdək. Deməli, nə alacam buradan? Alacam ki, 0,45 x bərabərdir 18-ə, x də bərabərdir 40. Cavabım 40 olacaq. İndi isə davam edirəm 25-lə. Yazıb ki, x-im üstə gəlinsin y-n. Alınıb buradan 2xy. Və mən də bilirəm ki, oxdan əvvəl nə qədər atomdan veribsə, oxdan sonra da, yəni başlanğıcda məhsul bir-birinə bərabərdir. 2 mol mənim x-im var, 2 mol da y-im var. Onun da m-im olmalıdır 2, n-im də olmalıdır 2. X-dən, deməli, n-in 2 olduğunu bildim. Sonra veribdir mənə 2x-im, artıq m-in qiymətini bilirəm ki, 2-dir. Üstə gəlinsin z2. Alınır buradan 2 T maddəsi. Gəlin tapaq görək T maddəsi nədir? Deməli, 2 mol olduğuna görə bilirəm ki, x-im olacaq 2, z-im də olacaq. Elə indeksində 1 yazılmır, 1 dənə.
Deməli, x2 z y bəndi. Sonra gəldik 26-ya. Deməli, bizə nə deyir? Deyir ki, alüminium 4 C3 və 12 mol su. Biz buradan əvvəlcə x maddəsini tapmalıyıq. Gəlin tapaq. Deməli, alüminium 4 C3 üstəgəl 12 mol su alınır buradan 3 mol x indi tapacağıq. Üstəgəlsin 4 mol da alüminium OH3. Demək, baxaq. Alüminiumum burada 4 dənədir. Burada da 4 dənədir. Deməli, x-im nədirsə onun içində alüminium yoxdur. Tamam. Sonra baxıram karbonuma. Karbonum bu tərəfdə 3 dənədir, amma burada yoxdur. Deməli, bu maddəmdə karbon var. Davam edirəm. Deməli, mənim burada 12 dənə oksigenim var. Bu tərəfdə də 12 dənədir. Baxın, indeksində 3 yazıbdır oksigenin və əmsalında da 4 var. 12 dənə oksigenim var. Deməli, mənim x maddəmdə oksigen də yoxdur. Sonra gəldim hidrogen sayına baxmağa. Burada 24 dənə hidrogenim var. Burada isə 3 vurulsun 4, 12 dənə. Deməli, mənim 12 dənə hidrogenim çatmır. Onda nə etməliyəm? Bura 4 dənə hidrogen atım. Niyə? Çünki əmsalında 3 var. Tapdım ki, mənim maddəm CH4-dür. Davam edirəm. Deməli, x-imi tapdım CH4. İkinci reaksiyanı yazıram. Üstə gəlinsin oksigen, A mol. Alınır buradan B mol CO2, üstə gəlsin C mol su. Can tapaq görəklə. Bunların əmsalları neçədir? Deməli, mənim bir dənə karbonum var. Burada da yəqin ki 1 olmalıdır, düzdürmü? Onda mənim B bərabərdir 1 olmalıdır. B-nin 1 olduğu cavablardan biridir. Ya D-dir, ya Y-dir. Davam edirəm. Sonra mənim hidrogenim burada 4 dənədir. Demək, burada da H2 oldu. Onda əmsalım 2 olsun ki, bu tərəfdə də 4 dənə mənim hidrogenim olsun. Deməli, C-də 2 olacaq. Cavabım olacaq D bəndi. Sonra gəldik 27-yə. Nə deyir? 27 də bundan eyni tipdədir. 2 mol CH4-üm var və burada nə almışam? 2 mol hidrogen almışam. Deməli, mənim bu maddəmin içində nəyim olmalıdır? Deməli, burada karbonum var. Onda C2, hidrogenim də neçəsi çatmır? Deməli, 4-ü çatmır. C2H4. Tapdım ki, mənim X maddəm C2H4-üymüş. C2H4. Üstə gəlilsin oksigen. Almışam buradan CO2, üstə gəlilsin su. Deməli, 2 dənə karbonum var. Burada 2 atmalıyam. Burada 4 dənə hidrogenim varsa, burada 2 atmalıyam. Deməli, B olacaq 2, C olacaq 2, cavab Y bəndi. Sonra nə deyir? Deyir ki, 18,6 qram natrium yodid kristal hidratı. Bayaqçı sualdandır. Natrium yodid kristal hidratı vurulsun N molekul su. Deməli, tam çözərdilməsindən çözərdək, natrium yod, üstə gəlilsin N molekul su alınır. 3,6 qram su alınıbdır. Əla. 3,6 aşağısına da yazıram. Daha doğrusu 18 N. Kristal hidratının məndən formulunu istəyir. Deməli, 18,6 veribdir mənə kütlə. Mən nəyi bilirəm? Mən bilirəm ki, kütlələrin saxlanması qanunu var. Əgər bu 18,6-dırsa, bu 3,6-dırsa, demək mənim natrium yodidim nə qədərdir? 15-dir. Yazıram ki, 15, aşağısına nə yazıram? Emir, 150. Deməli, və burada da ixtisarlarımı aparmalıyam. Və buradan da cavabı tapacam ki, M bərabərdir neçədir? 20-dir. Daha doğrusu, üzr istəyirəm, 2-dir. N 2, D bəndi. Deyirəm 29-la. Nə deyir? Baxın, burada bizə kütlə qrafiki verilib. Zaman keçdikcə dəyişməz. Demək, nəyi yadda saxlayırıq? Yadda saxlayırıq ki, zaman keçdikcə reaksiyaya daxil olan maddələr sərf olunur və reaksiyanın nəticəsində alınan maddələrin kütləsi artır. Yəni, baxın, bu yuxarı qalxan qrafiki görürük. Bax, bu məhsulumuzdur. Bizim də cəmi bir dənə məhsulumuz var. Yəni, alüminium 2O3-ün deməli, Z-lə işarə edib, qıraqda qeyd edirəm. Alüminium 2O3 Z maddəmdir və onun kütləsi C-dir. Sonra, mənə veribdir, deməli, Y maddəsi və X maddəsi. Gəlin bunu da tapaq. Baxın, bu Y maddəsi ilə X maddəsi ikisi də M-dən aşağı düşübdür. M-dən B-yə düşmək o deməkdir ki, yəni onun kütləsi M-B-yə bərabərdir
və m-dən də a-ya düşmək. M çıx a-ya bərabərdir. X sərf olunubdur. Və bir də biz də görürük ki, qrafikdə b böyükdür a-dır. Aha, deməli m çıxılsın b-nin kütləsi m çıx b kiçik olacaq m çıx a-dan. İndi davam edirəm. Mən görürəm ki, 4 mol alüminiumum və 3 mol oksigenim reaksiyaya daxil olur. 4 vurulsun 27, 108 alüminiumu tapdım. 3 vurulsun 32. Bu da eləyir 96. Hansı çoxdur? Təbii ki, alüminium çoxdur. Onda deməli, mənim X maddəm olacaq nə? Alüminium. Aha, yazıram X alüminium. Aha, və onda Y-ümdə olacaq oksigen. İndi davam edirəm. Nə deyir? Deyir ki, X maddəsi alüminiumdur. Bəli, biz də elə tapmışıq. Y maddəsi oksigendir. Aha, düz deyir. Sonra deyir ki, C bərabərdir 2M çıxılsın, B çıxılsın A. Aha, gəlin bir dənə fikirləşək. C maddəsi. Deməli, biz dedik ki, məhsulun kütləsi başlanğıcın kütləsinə bərabər olmalıdır. Dedik ki, Y-im M çıx B-dir. Deməli, X-imdə M çıx A-dır. Aha, elə dedik. Və bu ikisinin cəmi C-yə bərabər olmalıdır. M çıxa üstə gəlinsin, M çıx B bərabərdir C olmalıdır. Və bu da eləyir 2M çıxılsın A, çıxılsın B. Bərabərdir C. Bəli, onda üçüncü də düzdür. Deyir, B qram Y reaksiyaya daxil olub, xeyr. M çıxılsın B qram, A qram X reaksiyaya daxil olub, xeyr. M çıxılsın A qram X reaksiyaya daxil olub. 1, 2, 3 olacaq cavab. Sonraki sual da hardasa eyni tipdədir. Yenə də Z maddəm olacaq alüminium 2S3. Deməli, mənim S maddəm nə olacaq? S96-dır. Alüminiumum isə olacaq 108. Yenə də S-im deməli Y-dir. Y demək kükürdür. X-im də olacaq alüminium. İndi baxıram. Deyir, X maddəsi kükürdür. Xeyr. Y maddəsi alüminiumdur. Xeyr. A qram X reaksiyaya daxil olub. Yox. B qram Y reaksiyaya daxil olub. Xeyr. Burada cavab olacaq 5. Daha doğrusu bir dəqiqə, burada bir yanlışlıq oldu. Deməli, burada bizə 2 mol alüminium veribdir. 2 vurulsun 27 eləyəcək 54. Aha, 54 və 3 vurulsun 32 eləyəcək 96. Deməli, onda Z maddəm alüminium 2S3-dür. Deməli, Y maddəm olacaq alüminium. X maddəm olacaq kükürt. Aha, onda X maddəsi kükürtdür, düzdür. Y maddəsi alüminiumdur, düzdür. Belə bir yanlışlıq oldu. Heç nə. 31. X2 və Y2-nin qarşılıqlı təsirindən Z maddəsi alınıbdır. Aha, gəlin baxaq. Deməli, Z maddəsi X2 ilə Y2 reaksiyaya daxil olub. Və buradan alıb da Z maddəsi. Alınan Z maddəsinin kütləsi 68 qramdır. Aha, olsun 68. Və X2 nə qədər sərf olunubdur? Baxıram ki, 56 qram sərf olunubdur. Deməli, 68 çıxılsın 56. Bərabərdir neçə eləyir? 12. Deməli, Y2 12 qramdır. Aha, 12 qram sərf olunması üçün də C olmalıdır neçə? 38 üstə gəl 12 bərabərdir 50. 50 olsun ki, 12 qramın sərf olunduğunu qrafikdən görə bilim. Sonra 32-yə gəldik. 32-də də yenə də deyir ki, X2 ilə Y2 reaksiyaya girib Z maddəsi alınıbdır. 72 bərabərdir. Deməli, 64 qram X2 reaksiya sərf olunub və Y2 sərf olunubdur. Bilmirəm nə qədər. Demək, buradan da tapıram ki, Y2 bərabərdir 8 olmalıdır və C də onda bərabərdir 8 üstə gəl 32 bərabərdir 40. Sonra 33. Deməli, bu reaksiya tənliyinə əsasən bu birləşmənin nisbi molekul kütləsini tapaq. Deməli, mən görürəm ki, burada 6 dənə karbon qazım var, yəni 6 dənə karbon atomum var. Onda CX-im olacaq 3. Sonra hidrogenimə baxıram. 20 dənə hidrogen atomum var, 2 moldur. Onda hidrogenim olacaq 10. Sonra bir də azotu tapmalıyam. Azotu tapmaq üçün də burada da görürəm ki, mənim 4 dənə azotum var. 2 mol olduğuna görə də azotum olacaq 2. C3H10N2.
Nə istəyir? Bunun nisbi molekul kütləsini istəyir. 3 vurulsun 12 üstə gəlinsin 10 vurulsun 1 üstə gəlinsin 2 vurulsun 14. Bunu hesablayıb tapıram. Və bu da eləyəcək 36 üstə gəl 10 üstə gəlinsin 28. Bu da bizə verəcək 74. Sonra deyir ki, 1,2 qram maqnezium 8 qram X2 ilə tam reaksiyaya daxil olub. Olsun. Deməli, maqnezium üstə gəlinsin X2 alınıbdır buradan maqnezium X2. 1,2 qram maqnezium verib aşağısında yazmalıyam. 24 bərabərdir. Deməli, tapım görüm mənə nə qədər X lazımdır mənə. Yox, bir dəqiqə, tam reaksiyaya daxil olub deyir. Heç nə 8, aşağısında da deməli, mən bunun emirini bilmirəm, yazıram emir. Bunu da hesablayıb tapacağam. Və buradan da alacağım ki, cavabım olur 160. Məndən nə istəyir? Nisbi atom kütləsini. Emirini istəmir. AR, deməli X2-nin emir X2 bərabərdir 160. Amma AR X bərabərdir 80. Məndən 80-i istəyir. Sonra baxıram 35-ə. 35-də nə deyir? Deyir ki, XY2 kütləsi 32-dir. H2O 18-dir və Z-im isə 37-dir. Baxırıq 35-ə. Deyir ki, deməli, baxın, XY2 32-dir. Okey. H2O 18-dir. İndi burada bir məqam var. Burada görürəm ki, 2 mol H2O reaksiyaya daxil olubdur. 2 mol H2O-nun kütləsi 2 vur 18 bərabərdir 36-dır. Amma bu mənə nə verib? 18 verib. İndi burada belə bir sual ortaya çıxır ki, bu əgər 18-dirsə, gəlin ayrı-ayrılıqda bunların nisbi molekul kütləsini tapaq. Deməli, 18 aşağısında 36 bərabərdir. Mənə XY2-nin kütləsini 32 veribdir. Gəl tapaq XY2-nin emirini. Demək, buradan tapacağım ki, bu 64-dür. Bunu yadda saxladım. Sonra, deməli, mənə veribdir Z maddəsini 37. 18 bölünsün 36 bərabərdir. 37 aşağısında da yazıram Z. Buradan da bunu tapıram ki, 74-dür. Bunu da yadda saxladım. İndi mən kütlənin saxlanması qanunu bilirəm. Yazıram ki, 64 üstə gəlinsin 36 bərabərdir 74 üstə gəlinsin T. Və buradan da T-ni tapıram ki, 26-dır. Sonra 36 da bunun kimidir. Yenə 18 veribdir. XY2-nin emirini tapıram 64. Üstə gəlinsin 36 bərabərdir. T 26-dır. Üstə gəlinsin Z. Z də buradan olur 74. Sonra qaldı bir dənə son sual. Deyir ki, X-in 80% reaksiyaya daxil olur. Demək, mənim 40 qram X-im var imiş. Onun 80% reaksiyaya daxil olub. Yəni, nə qədəri? 40-ın 80%-ni tapıram. O da eləyir 32. 32 qram mənim X-im reaksiyaya daxil olubdur. Və deməli, X üstə gəlinsin Y alınıb buradan XY. Demək, mənim 32 qram X-im sərf olunubdur. Y-im 16 qram sərf olunubdur. Və məndən nə istəyir? M istəyir. Və mən də kütlənin saxlanması qanunu bilirəm ki, deməli, 32 üstə gəlinsin 16 buna bərabər olmalıdır. Yəni, 48 olmalıdır. Cavab 48. Bu bölmə də bitdi. Sağ olun. Bizi TikTokdan, Instagramdan və Telegram səhifələrimizdən izləməyi unutmayın. Sağ olun.